Səhər-səhər görürəm ki, işığımızı söndürüblər. Mən də maraqlı oldu görəsən niyə? Çünki hiss elədim həmin Megan gəlib işığımızı söndürən moment. Akazivetse bizim cəmi 31 manat borcumuz var və ona görə gəlib sizin işığınızı söndürürlər. Dəhşət. Bu vasitə ilə saçlarımız biraz yağlı görsənir, amma bugün heç yerə getməyəcəm deyə qəşəng tətbiq edeyim, çünki effekti bunun var. Yaş getdikcə bu önəmlidir. Çünki get-gedə seyrələşə bilər. Deyim ki, dəhşət qalın saçım var, təəssüf ki, yox. Ona görə qulluq eləməliyəm. Uca işığımız var. Şükür Allaha, çünki internetsiz mən yaşaya bilmirəm. Mənim xüsusi asıllığım var internetdən. Axşam qəşəng çiməcəm. Hələ ki, dərimə tam olaraq qopsun. Necə gözəl qoxusu var. Bəlkə də siz mənlə razı olmayasınız, amma mən düşünürəm ki, borcu ən azı 100 manat olmalıdır ki, gəlib işığımı söndürsünlər. 30 manat nə puldur ki, sən gəlib sırazı mən işığımı söndürürsən. Yaxşı ki, vaxtında həll elədik. Sırazı 50 manat ödəniş elədim. Mən adətən çox ödəyirəm, çünki sonra yadımdan çıxır. Əllərimi yudum. Sabahda çəkilişim də var. Darkovaya gedəcəm. Yarın arkamı çəkməliyəm, maraqlı bir vlog da ortaya çıxarda bilərəm. Həmin gün sabah çəkəcəm.